Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bu gün sizlərin qarşısında Temu yoxsa Taobao hansı daha ucuzdur, hansında məhsullar daha ucuz olur, hansının xüsusiyyətləri daha çoxdur və hansı mənfi cəhətləri və müsbət cəhətləri var. Bunlar haqqında sizlərə məlumat verəcəm. Keçdik telefonumuza. İlk öncə mən bu şəkildə Taobao proqramını açmışam və təbii ki Temu proqramında açıb sizlərə qiymət müqayisə edəcək. Video keçmədən qabaq, yəni sizlərə net bir şəkildə deyim ki, Taobao'da olan məhsullar Temudan daha ucuzdur. Yəni mən gözləməyimə görə, gördüyümə görə hamısı buradakı olan məhsullar daha ucuzdur. İndi burada ola bilər fərqli markalarda məhsullar olar. Ola bilər Temuda fərqli olar, amma ikisi də Çin mənşəli saytlardır. Sadəcə Taobao birbaşa Alibaba dəstəkləyir deyənə, yəni topdan satıcılar daha çoxdur burada olduğu üçün mənim fikrimcə buradakı məhsullar daha ucuz olur. Təbii ki, hərəsinin özünə görə xüsusiyyətləri var və mənfi cəhətləri var. Taobao'nun da ən böyük mənfi cəhətlərindən biri də odur ki, dil seçənəyi yoxdur. Yəni burada Çin dilində gəlir. Gərək bunu tərcümə edib açıqlamalarına və yaxud da axtarış eləyəndə Çin dilində yazasınız. İndi bunları da hamısını bir-bir sizlərə göstərəcəm. Video keçmədən qabaq, əgər Taobao'dan qeydiyyatdan keçməyi bilmirsinizsə, videonun açıqlama bölməsinə əlavə etmişəm. Oradan klik eləyərək Taobao'dan qeydiyyatdan keçə bilərsiniz asan bir şəkildə. Bu videonun mövzusu qeydiyyat videosu olmadığı üçün mən məhsulları göstərəcəm sizlərə. Qeydiyyat keçmək üçün də açıqlama bölməsinə Fikirli kanalının videosuna əlavə etmişəm. Dostlar, deməli axtarış etdikdə burada axtarış bölməsi var. İstəsəz şəkillə də axtarış eləyə bilərsiniz və yaxud da burada Temudakı kimi yazıb axtara bilərsiniz. Bunu da necə eləyirsiniz? Ən sadə bir variantı keçirsiniz google.com-a və yaxud da burada Translate proqramını açırsınız. Mən burada avtomatik bir Translate açmışam. İngilis dilində və türk dilində bunu çevirirəm. Bunun da linkini videonun açıqlama bölməsinə əlavə eləyərəm. Bu nəyə görə Yandex çeviri əlavə etmişəm? Həm rahatdır, həm şəkilləri, ekranlarını skrin eləyib burada çevirə bilərsiniz. Hansı ki məhsul aldıqda məhsulun açıqlamalarını buradan skrin eləyib, əlavə eləyib baxa bilərsiniz. Buradan Çin dili seçirəm axtarış bölməsindən. Çin dili seçdim və burada bir məhsul adı yazıram. Tutaq ki, mən Android TV Box H96 Max. Buna baxmaq istəyirəm. Açıqcası bu daha maraqlı gəlir. Bunu kopyalayırıq. Çin dilindədir gördüyünüz kimi. Kopyalayıb həmin Taobao proqramına daxil oluruq. Yəni fərqi yoxdur da, paltar ola bilər, bu ayaqqabı ola bilər. Fərqli orada translate-dən çevirib. Təəssüf ki, burada ingilis dilində olsa, heç olmasa daha yaxşı olardı. İndi yaxında gələr, gəlməz onu bilmirəm. Axtarış bölməsinə bunu yapışdırırsınız və buradan axtarış deyirsiniz. Axtarış dedikdə burada gördüyünüz kimi məhsulumuz çıxır. Yəni mən məhsuldan misal, hər videomda çoxlu bu məhsuldan misal çəkirəm. Siz fərqli məhsullara baxa bilərsiniz. Misal üçün bu məhsulun qiyməti burada yuanla qeyd olunub. İndi isə onu da konversiya eləməyə göstərəcəm sizə. Birinci sırada 70 yuana var, 80-a var, burada 70-ə var. Fərqli var. Mən bu modelə baxmaq istəyirəm. Baxın, gördüyünüz kimi bu modelimiz burada 70 yuana satılır. Daxil oluram həmin məhsulumuzun üzərinə. Məhsulun üzərinə daxil olduqda burada əslində çevirməmişdən əvvəl belə məhsullar alanda burada avtomatik görsənir. Burada açıqlamalarında baxa bilirsiniz. Düzdür, Çin dilində yazılıb. Bundakı əgər açıqlamalarına baxmaq üçün gəlirsiniz buradan. Bunlar standart yaddaşıdır. Yəni fərqli məhsul paltar alırsa rəng seçimi falan olacaq. Açıqlamalarına baxmaq üçün mən qısaca sizlərə göstərim. Gəlirsiniz buraya ekranı skrin eləyirsiniz. Skrin edildikdə avtomat telefon yaddaşına düşür. Gəlirsiniz həmin Translate proqramına, yəni səhifəsinə, bizim verdiyimiz linkdən keçid eləyirsiniz. Gəlirsiniz həmin sayta keçid eləyirik. Keçid etdikdə burada həmin bu bölməni dəyişdirirsiniz, Çin dilinə keçirirsiniz və burada gördüyünüz kimi xırda bir şəkil çəkən kimi belə deyək də dostlar. Fotoaparat işarəsi var. Bu fotoaparat işarəsinə bir kərə klik eləyirsiniz. Həmin şəkli seçib buradan çevirə bilərsiniz. Burada avtomatik məndə ingilis dilinə çevirir.
Siz istəsəz buradan ingilis dilindən türkcə eləyə bilərsiniz və ya da Azərbaycan dili eləyə bilərsiniz. Dilini seçirəm. Baxın, avtomatik olaraq mənə bu məhsulun açıqlamasındakı tərcümə eləyir. Buradan yaxınlaşdırıb baxa bilərsiniz. Baxın, gördüyünüz kimi H96 Max 95L3 Android 14 çift bantlı məhsulumuz, yəni belə bir açıqlaması var. Hızlı geri ödəmə, burada yazılıb ki, geri ödəniş 7 gün xidmətinizi iade etmək üçün səbəb yox. 7 gün içində məhsulu geri də qaytara bilirsiniz. Burada fərqli burada gördüyünüz kimi məhsulun açıqlamaları var. Bu şəkildə siz çevirib baxa bilərsiniz. Biz isə bu gün qiymət müqayisəsi edəcəyik. Deməli bu məhsulun qiyməti burada 70 yuan qeyd olunub. Bunu da çevirmək üçün çox sadə bir şəkildə indi mən sizlərə göstərim. Yəni burada gördüyünüz kimi 70 yuan. Təbii ki, bunun yaddaşını artırsanız, bunun qiyməti də artacaq və ya da paltar alırsınızsa və ya da fərqli bir şey alırsınızsa, rənginə görə, bunun ölçüsünə görə qiyməti dəyişilə bilər. Mən bundan qeyd eləyəcəm. 70 yuanımız nə qədərdir? Buradan biz tez bir şəkildə bir dənə qiymətinə baxaq. Tamamını əlavə eləyərəm. 70 yuanımız nə qədərdir? Buradan yazırıq 70 yuan 16 manat 69 qəpik. Bu məhsul dostlar, indi Temuda göstərəcəm sizlərə 40 manata, bəzən isə 50 manata, 35-40 manata satıldığını görmüşəm. Həqiqətən qiymət fərqi çoxdur. Baxın 16 manat 69 qəpik 8 GB-dır. İndi isə keçirik Temu proqramına, həmin bu məhsulu axtarış edirik. Baxın gördüyünüz kimi bir satıcı burada 37 manata paylaşıb. Təbii ki, burada endirimlər söhbəti var. Endirim kimi fərqli bu kuponlar söhbəti var. Bunu istifadə etsəz daha ucuz əldə edə bilirsiniz. Taobao-da bu Temudakı kimi geniş şəkildə belə kuponlar yoxdur. Düzdür, bəzi satıcılar kuponlar verir. Baxın, burada bu satıcı 46 manata satır. Daxil olaq, baxaq bu nə verir. Misal üçün bunu 8 GB-lığı 45 manata satır. Fərqli bir satıcıya baxaq. Bu satıcı 40 manata paylaşıb, 39 manata, amma birbaşa göndərir. Yəni birbaşa bu qiymətlər siz məsələn bunu ödədiniz, birbaşa sizə gələcək. Taobao-da isə necədir? Məsəl üçün Taobao-da bu məhsulu əldə etmək üçün səbətə əlavə eləyirik. İndi mən sizə bunu göstərim. Sadəcə Taobao-nun bir dənə mənfi cəhəti odur ki, birbaşa göndərmir, kargolar ödəniş alır. Yəni siz hər hansısa bir karqodan gətirsiniz, çəkiyə görə ödəniş eləyirsiniz. Düzdür, bəzi məhsullar hələ çəkiyə görə ödəniş eləyə Temudan daha ucuz gəlir. Bunu tutaq ki, biz səbətə əlavə etdik. Baxın, buradan fərqli seçənəkləri var. Səbətimə keçirəm. Səbətimə keçdikdə baxın, burada qeyd olunub 70 yuan. Seçirəm həmin bu məhsulu və burada ödəniş bölməsinə keçirəm. Ödəniş bölməsinə keçdikdə artıq burada Azərbaycan dilində çıxır yazılar və kargo şirkəti. Təbii ki, burada mənim fin kodum falan və əlaqə nömrəm, adresim qeyd olunub. Bunları da ki, qeyd elədiyim kimi qeydiyyat videomuzda hamısını detallı bir şəkildə incələmişik. Buradan da əlavə eləyə bilərsiniz. PIN kodunuzu düzgün şəkildə və yaşadığınız şəhərə əlavə edirsiniz. Burada gördüyünüz kimi təkcə bu çatdırılma hələ ki ASE Kargo çatdırır. Və burada 0.1 kiloqram başına 2.55 qeyd olunub. Bunu detallı bir şəkildə baxmaq üçün gördüyünüz kimi aşağıda USDT kimi, yəni dollar kimi burada konversiyasiya kimi göstərir. 10.60 şəklində 70 yuan. Özlərinin də kargosu var 5 yuan. 5 yuan da hardasa bizim puldan 1 manat 20 qəpik, 1 manat 30 qəpik belə bir şey olur. Burada detallı bir şəkildə baxmaq üçün bu ASE Kargo yazısının üzərinə bir kere klik edirsiniz. Kiloqram yazısının üzərinə bir kere klik edirsiniz. Klik etdikdə burada detallı bir şəkildə bizə göstərib. Deməli, mayelər və elektronik cihazlar, elektronik cihazlar və maye gətirirsizsə, göndərmə tarifləri bu şəkildədir. 0.1, yəni 100 qram və aşağı kiloqrama qədər 2.55 dollar sayılır. 0.1 və 0.1 kiloqramdan çox olduqda 1.2 dollardan hesablanır. Ətraflı qiymət hesabının nəticələrini baxın, burada 100 qram 2.55, 500 qram 7.35, 1 kiloqram 13.35 kimi belə qeyd olunub. Birbaşa evə çatdırmada isə bu məbləğ avtomatik artır. Siz buradan ətraflı bir şəkildə bilin. Adətən bu kargolar çatdırılma məntəqəsinə çatdırır. Onun üçün məsləhət görmürəm bu birbaşa evə çatdırmanı seçəsiniz. Çünki ola bilər ki, siz sifariş verdikdə evdə olmaya bilərsiniz. Yəni biraz qarışıq məsələsi. Çatdırılma məntəqələrinə adətən poçta çatdırır, post adreslərinə, yaxınlığınızdakı post adresinə çatdırır. Çin anbarına çatdırdıqdan 10-14 gün sonra müştərilərə təhvil verilir. Müştərilər Smart Dostum tətbiqinə, saytına bağlanıb bəyan etdikdə burada hər şey yazıb dostlar. Yəni bəyan etmək necədir və
ölçüləri necə hesablanır, çəkisi necə hesablanır, hamısını izah eləyib. Məsəl üçün bu məhsulumuz 10.60-dır. 16 manat 50 qəpik. Təxmini mən bu məhsulun çəkisini bilirəm. Düzdür, bəzi satıcılar yazır dostlar. Yəni bəzi satıcılar yazır çəkisini həmin məhsulun. Bu məhsulun hardasa mən sizə deyim 300 qram çəkisi var, 300-400 qram aralığında çəkisi var. Bu da deməkdir ki, 300 qram çəkisi varsa 100 qram 2.55 olaraq qeyd olunur. İndi təkcə bu səhifəyə giriş edirik. Aşağı yuxarı deyim ki, sizə 500 qram hesablayaq. 500 qram çoxdur əslində. 300-400 arasında belə var. 7 dollar da əlavə olaraq çatdırılma alınır. Məhsulumuzun isə 16 manat qeyd olunmuşdu. Burada səhvlənməmsə bir dənə də baxaq. 75 yuanımıza baxaq. Aha, 16.69. Bu bizdə 75 yuanı konversiya eləyirik. 5 yuanımız deməli 17 manat 88 qəpik. 7 dollarda 7 dollarımızda 11.90, hardasa 12 manat sizin kargonuz olacaq. Məhsulun qiyməti 17 manatdır. O məhsul gəlibsə 29 manata çıxır. Yəni Temuda da gördünüz də qiymətlərini. Düzdür, endirim faktoruna görə dəyişir. Bəzən Temuda 20%, 25% kuponlar olur. O kuponlardan 20-25 manata almaq olur, amma buradan birbaşa məhsulun qiyməti ucuzdur. Düzdür, burada kargolar biraz bahadır. Açıqcası kargo biraz mənə baha gəldi. Düzdür, fərqli kargolar bilmirəm, qiymət müqayisəsi eləməmişik, amma məhsullar çox-çox ucuzdur dostlar. Yəni burada satılan məhsullar ucuz, sadəcə kargo ödənişi biraz mənə baha gəldi. Biraz kargo ödənişi çoxdur deyənə bu məhsul bu qiymətə gəlir. Əslində 29 manat yox, bu məhsul 17 manatdır. Temuda isə bəzən Temuda endirim ola bu məhsulları o qiymətə almaq olmur. Fərqli bir məhsula baxmaq istəyirəm. Deməli 28 manata bu məhsulumuz bizə gəlib çıxır. Baxın. Gördüyünüz kimi həmin məhsul 28 manata. Dediyim kimi bu məhsul 50 manat, 60 manata satılır. Minimum qiymət deyirəm. O da ki Android funksiyası olmaya dostlar. Həqiqətən baxın bu məhsula. Yəni eyni şeylərdir, çoxsu demək olar %90% eyni şeylərdir. Baxın gördüyünüz kimi kargodakı mən deyim dostlar, bu məhsuldan mən əldə etmişəm 600 qram çəkisi var. Yəni bunun da ki hesablamaq üçün bu şəkildə səbət bölməsinə keçib buradan səbət bölməsinə keçirik. Aha, səbət bölməsinə keçib burada təxmini hesablaya bilərsiniz. 600 qram təxmini belə çəkisi var dostlar. 600 qramda buradan hesablaya bilərsiniz 500 qramına nə qədər alır. 500 qramına burada 7 dollar qeyd olunub. Hardasa deyim sözə dostlar 8 dollar əlavə 8-9 dollar arası kargo ödəyirsiniz. Məhsulun qiyməti 28 manatdır. Manata məhsul gəlib çıxır. Temuda isə bu məhsul mən sizə indi tez bir şəkildə göstərim. Tabalı daha ucuzdur. 41 manatdır. Baxın burada axtarış bölməsinə proyektor yazdıqda mən projeksiyon cihazı kimi yazmışam bu şəkildə. Burada 87 manat, 58 manat olan baxın var. 66-65 indirim var deyən bu şəkildə göstərir. Baxın bunu 57 manata verir, təzə satıcıdır, 77 manata bu şəkildə qiymətlər listelənir. Amma burada belə bir şey var, rahatçılığa görə düzdür, Temu daha rahatdır. Birbaşa kargo ödənişi almamış məntəqəyə çatdırır və burada ödəniş də rahatdır, düzdür. Amma qiymət baxımından Taobao daha ucuzdur. Bu şəkildə fərqli məhsullara da baxa bilərsiniz. Əgər siz orada hesablayın, əlavə kargo ödənişi verə-verə buradan daha ucuz sizə gəlirsə, sifariş verib yoxlaya bilərsiniz. Dostlar, videonun əvvəlində bunu sizlərə qeyd eləməkdən yadımdan çıxdı, deməmişəm sizlərə. Yəni buralardan aldığınız məhsullar fərqli burada və yaxud da karqonun problem yaşanırsa, karqonun özünə əlaqə saxlaya bilərsiniz. Orada Asio Kargo çatdırırsa, Asio Karqona əlaqə saxlaya bilərsiniz. Bizə müraciət eləməyin. Instagram səhifəmizə bəzən yüzlərlə adam yazır. Bu məhsul aldım, bu belə çıxdı, razmeri belə çıxdı. Yəni bu məhsullar Temu satır və yaxud da həmin saytlar satır. Onlarla əlaqə saxlamaq lazımdır. Fərqli burada məhsullar var. Və Taobaodan burada məhsullara baxa bilərsiniz. Qiymət müqayisəmiz bu qədər idi. Yəni nəticə olaraq mənim gördüyüm qədərilə Taobao daha ucuzdur, qat-qat ucuzdur. Həqiqətən burada məhsullar çox ucuzdur. Ola bilər bəzi məhsul Temuda daha ucuz çıxsın, amma dostlar baxın, burada Taobaodakı satılan məhsullar Temudan daha ucuza başa gəlir. Baxın, bu məhsulu burada 180 yuandır. Yuan'da çevirib buradan konversiya eləyib baxa bilərsiniz. Mən 2 ədəd sizə test üçün məhsul göstərdim. İləriki videolarımızda
Tabaodan sifariş verəcək məhsul, baxaq görüm neçə günə gəlir və çatdırılma necə olur. Məhsullarımızı sizlərə videomuzu çəkəcək, videolarını çəkəcək. Onun üçün kanalımıza abunə olun və bizi takip eləyin, videolarımızı bəyənin ki, belə videoların davamı gəlsin dostlar. Təqdim etdi Fikirli kanalı.